Belə baxıram, məni izləyir, like eləyir, bəyənir. Sonra arxamdan danışır. Arxamdan danışır ki, bu necə oldu, nətər oldu. Vallahi belə paxıllıq çəkilməyi adam da deyiləm. Deyim ki, nəyəsə sahibəm, mən paxıllığımı çəkirlər. Vallahi ətrafımda olan hər şey, yanımda olan, ətrafımda olan, bunu mən onlara sahiblənməmişəm. Onu Allah-u Teala müvəqqəti mənə verir ki, imtahan olaraq. Yəni bunların hər şeyin cavabını verəcəyik. Bildin? Ona görə kimsə arxasında qeybət eləmək və bu sahib olduqlarıma vallahi deyim ki, göydən düşmə olmayıb da, hamı əziyyət çəkir. Yəni bir şey sahib olmaq üçün əziyyət çəkirsən. Sənin əziyyətin başqa cürdür, mənim əziyyətim başqa cürdür, eyni deyil. Yəni elə vaxt olub günlərlə yatmamışam ki, bir işi alındıra bilim, bir işi şey eləyim. Gecələr də yatmamışam ki, yəni mən obyektdə işlətmirəm, alverlə məşğul olmuşam, bir çox şeylərlə də Allahın izni ilə. İndi yəni düşünməyin ki, biz elə bura gətirib kimsə bizi qoyub. Elə bir şey yoxdur. Sən ağlın, şuurun olmasa heç kimsə heç yerə gətirib qoymur. Yəni ruzunu da yetirən Allahdır. Allahdan başqa heç kimə heç nə sahib ola bilməzsən. Allah səni nəsib edir, deməli layiqlisən. Kimə sən nəyəsə layiq deyil, sənin paxıllığın ucbatındandır. Çünki sən öz qazancını hesablamırsan. Başqalarının qazancını, başqalarının sahib olduqlarını hesablayırsan. Və düşünsən ki, düzsən. Düz deyirsən, qardaşım. Səni haqqa dəvət edirəm. Allahın izni ilə tövbə elə, haqqa yönəl. Allah kimə sən nəyəsə nəsib eləyirsə, öz ağlına görə, öz şuuruna görə, sən ver Allah yolunda. Allah 10 qatını yetirəcək. Çünki görəcək ki, mənim qulum, yaratdığım qulum verdiyimi dağıdır. Verdiyimi mənim yoluma verir. Və çox verməyə başlayacaq. Səbirli ol, təmkinli ol, Allah'a şükür elə, Allah'a təvəkkül elə. Allah'ın salamı, xeyir, bərəkət olsun hər birinizə. Allah büyük. İlla ki karşılaşacağız. O zaman anlarsınız. Deniz niye mavi? Ölüm niye ani?